Bismillahirrahmanirrahim. Elhamdülillahi vahde ve salatu ve selamu ala men la nebiyye ba'de. Zelzele suresi. Zelzele suresi Medine surelerindendir. Uca Allah belə buyurur. Bismillahirrahmanirrahim. İzâ zulziletil ardu zilzâleha. Yer titrəyib lərzəyə gələcək zaman. Uca Allah qiyamət günündə baş verəcək hadisələr barəsində xəbər verir. Yer lərzəyə gələcək, sarsılacaq və orada olan binalar çökəcək. Dağlar yerlə bir olacaq və yer üzərində heç bir əyrilik, büküntü olmadan düz bir əraziliyə çevirəcək. Və əxrəcətil ardu əthqaləhə. Yer öz yükünü bayıra atacağı zaman. Ayın davamında yerin özünün içərisində olacağı, yəni torpağın altında olacağı yükün bayıra atacağından danışır. O yük ölülər və orada olan xəzinələrdir. Və qaləl insanu mə ləhə. Və insan ona nə olub deyəcəkdir. Yəni yerə nə olub? Çünki insan gördüyü bu əzəmətli mənzərədən bu sualı verəcək ki, ona nə olub? Yəni yerə nə təsir edib ki, bu cür lərzəyə gəlib? Yevmə izin tuhaddisu əxbərəhə. Həmin gün yer öz xəbərini söyləyəcək. Yəni onun üzərində insanların etdikləri xeyirləri və şərləri danışacaq. Çünki yer də qulların əməllərinə şahidlik edənlərdən biridir. Bi ənə rabbəkə əvhələhə. Çünki sənin Rəbbin ona vəhy etmişdir. Allah ona onda baş verən əməllər barəsində xəbər verməsi üçün əmr etmişdir. Və o da Allaha asi olmayacaqdır. Yevmə izin yasturun nasu əştətən liyurav ə'mələhum. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə çıxacaqlar. İnsanlar dəstə-dəstə, yəni qəbirlərindən çıxacaqlar. Ayrı-ayrı dəstələrə bölünəcəklər. Və Allah onlara etdikləri pis və yaxşı əməllər barəsində xəbər verəcək və onlara əməllərini göstərəcək. O əməllərin qarşılığında da əvəzlərini alacaqlar. Fəmən ya'məl misqalə zərrətin xayran yara və mən ya'məl misqalə zərrətin şərran yara. Kim zərrə qədər xeyir bir iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər şər bir iş görmüşdürsə, o da onu görəcəkdir. Və bu ayə özündə ümumi xeyirləri və şərləri əhatə eləmişdir. Çünki zərrə qədər ən kiçik bir şeydir və ən cüzi bir şeydir. Ondan üstün olan, ondan yuxarı gələn əməllər isə təbii ki, onların da hər biri insanda soru-sual olacaqdır. Necə ki, Uca Allah başqa bir ayədə buyurur: "Yevmə tecidu kullu nefsin mə amilət min xeyrin muhtara və mə amilət min su. Təvəddu ləv ənə beynəhə və beynəhu əmədən bə'idə." Hər kəs etdiyi yaxşı və pis əməllərinin qarşısında hazır görəcəyi gün özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Və başqa bir ayədə وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا. O gün onlar öz əməllərini öz qarşılarında hazır görəcəklər. Və bu ayələrdə də, Zəlzələ surəsinin son ayələrində də xeyir əməlin nə qədər kiçik olsa da ona rəğbətləndirməsinə, şər əməlin də nə qədər kiçik olsa da ondan qorxutmağın işarələri var. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və sahbihi əcməin.